Yeni araşdırma ChatGPT-nin asıllıq yaratdığını müəyyən edib. OpenAI və MIT Media Laboratoriyası tərəfindən aparılan iki araşdırma bəzi ChatGPT istifadəçilərində tənhalıq və emosional asıllıq hisslərinin artdığını, bundan əlavə sosial əlaqələrin azaltdığını da aşkar edib. Mütəxəssislər qeyd edib ki, chatbotlar yaratdıqları rahat ünsiyyət mühitinə görə asıllıq yarada bilir. Bu da onların real həyatda ünsiyyət qurmağa çalışarkən narahat hiss etmələrinə və cəmiyyətdən təcrid olunmağa səbəb olur. OpenAI şirkətinin apardığı araşdırmanın nəticələri ChatGPT ilə 4076 istifadəçinin iştirak etdiyi 4 milyon dialoqdan əldə edilən göstəricilərə əsasən aşkarlanıb. ChatGPT ilə şəxsi və yaxın söhbətlər aparmaqla tənha olmaq hissi arasında əlaqə olduğu müşahidə edilib. Məlum olub ki, belə insanlar emosional əlaqə qurmaq üçün daha çox bu süni intellektdən istifadə edib.